Müşfiq müəllim, vacibdirmi ki, bugün ayrılmışam, 5 gündən sonra da bir başqası ilə münasibətə başlayım? Yəni bir zaman vermirlər özlərinə. Məsələ budur. Bir də problemin bu tərəfi var. Bir zaman keçsin, sən təzə ayrılmısan, təzə boşanmısan, bir özünə də, övladlarına da zaman ver ki, bu travmanı atlata biləsiz və yanlış etməyəsən ikinci seçimində. Baxın Zamirə xanım, Buyurun. Bugün cəmiyyətimiz çox acınacaqlı bir durumdadır. Bu acınacaqlı durumu biz insanlar yaratmışıq. Mənim yadıma gəlir 90-cı illərdə o Qarabağ müharibəsi təzə başlayan vaxtları biz uşaq idik və o zaman çörək mağazalarının qabağında çox uzun növbələr yaranırdı. Mənim yadıma gəlir səhər-səhər 7-də çörək gələndə insanlar gəlib əvvəlcədən o mağazanın qabağında dururdular ki, o çörəyi götürə bilsinlər. İndi məsəl üçün bu həkim estetik, plastik cərrahların növbəsində əmələ gəlib bu hal. Bu həkimlərin növbəsində. Mən indi toylarda da oluram, bəzən görürsən ki, adam istəmədən gözünə də görkənir. Valla qadınlar sanki bir qəlibin içinə salınıb çıxarılıb. Təbiilik itib. Yəni öz bədənlərinə, üzlərinə, simalarına o qədər təbii formadan çıxardırlar ki, sanki söhbət elədiyin adam sanki bir robotdur. İnsan təbii qadın tapa da bilmirsən. Təbii qadın lazımdır bu kişilərə bugünkü gün? Baxın, axı o qadınları o qəlbə salan da kişilər də axı. Heç belə deyil. Deyil. Ümumiyyətlə belə bu yalan bir məlumatdır. Mən tam səmimi deyirəm. Şəxsən mən bir kişi kimi, mənim dostlarım da var. Biz məclislərdə otururuq. Bəzən bu məsələlər müzakirəyə də çıxarılır. İstəyərək, istəməyərək. Normal, ağlı başında olan kişinin heç birinin özünü əməliyyat elətdirən qadına qarşı münasibəti normal deyil. Və heç kəs də o cür qadın arzulamır. Bunu qadınlar bir dəfəlik başa düşsünlər ki, siz kişilərə xoş gəlmirsiniz. İnanın mənə, siz ancaq bir-birinizin acığına gedib nəyisə düzəltdirirsinizsə, biz kişilər üçün o xoş deyil.